Ya nə qədər sürəcəm? 30 il sürürəm. Köhnə avtomobillər, bu cür maşınlardan atmosferə qalxan zərərli maddələr və artan qəza riskləri. Əlbəttə ki, bu siyahını, bu cür avtomobillərlə bağlı negativ fikirləri çox atmaqda olar. Bəs təkliflər nədir? Əlbəttə ki, bir neçə aydır prosesinə başlanıldığı utilizasiya. 2000 versinlər, aparaq verək. Hər şeydə salamatdır, xarab yeri yoxdur. Görünür Faiq Bayramov 30 ilin tör töküntüsündən yaxa qurtarmaq istəyir. Amma avtomobilini utilizasiyaya verməkdə biraz tərəddüd edir. Neçənci ilin avtomobilidir? 95-in. Utilizasiyaya vermək istəyərdiniz könüllü olaraq. Yaxşı pul versələr verərəm. O qədər təklif olunmağa mən inanmıyorum olunar deyə. Olursa daha da gözəl aparıb bugün verək gedək qaxa. Neçə yaş var bunun? Bu 86-cı ilində. Yəni, bu avtomobilə bir 2000-1500 versələr verərsiniz. Buna yox, 2000 azdır da. Düşünürəm ki, bu prosedurun özünü hansısa bir formada tənzimləmək lazımdır. Məbləği müəyyən qədər artırmaq olar, fərq yaratmaq olar ki, 4 təkər üstündə gələn maşına qiymət başqa cür olacaq, skeleti gətirilən maşına qiymət başqa cür olacaq. O zaman bəli, yanaşma dəyişə bilər. 2024-cü il oktyabrın 15-dən etibarən ölkəmizdə avtomobillərin utilizasiyasına başlanılıb. Son məlumatlara əsasən artıq 2300-dən çox, 2359 ədəd nəqliyyat vasitəsi utilizasiya edilibdir. Prosesin 6 ayının statistikası göstərir ki, bu sahəyə diqqət biraz da artırılmalıdır. Şöbə müdürü deyir ki, utilizasiya sayəsində yeni avtomobillərin satışında da dirçəlmə müşahidə olunur. Prosesə başlanıldığı gündən indiyə qədər 117 yerli istehsallı avtomobil satılıb. Bəs utilizasiya zamanı sürücülərə təklif olunan güzəşt məbləğinin artırılması gözlənilirmi? N2 və M3 təsnifatında da müəyyən müraciətləri var artıq. Bu da Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 3000 manat güzəşt məbləği nəzərdə tutulur. M3 təsnifatında ən yüksək güzəşt məbləği və bunun nağdlaşdırılmasında isə 70%-i 2100 manat nəzərdə tutulur. Güzəşt məbləğlərinin artırılması məsələsinə baxıla bilər. Bu da təbii ki, nəqliyyat vasitələrinin utilizasiya fonduna daxil olan vəsaitin və eyni zamanda da ödənilən ödənişlərin həcmindən asılıdır. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Sürücülərin nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədi ilə elektron portal da hazırlanıb.